Hə, söz birləşməsi nəyə deyilir? İki və daha artıq sözün birləşməsinə söz birləşməsi deyilir. Ay, sağ ol. Quruluşda neçə növ olur? İki növü. Hansılardır? Mürəkkəb söz birləşmələri, sadə söz birləşmələri. Ay, sağ ol. Sadələr neçədən sözdən ibarət olur? Sadələr iki sözdən. Aha. Mürəkkəb söz birləşməsi neçə söz? İki və daha artıq. Yox. Yəni Üçdən çox da yəni. Yaxşı, nümunə göstər hər ikisinə. Sadə söz birləşməsinə yaşıl ağac. Ondan sonra igid vətən. Yox, igid əsgər. İgid əsgər. Bəs yaxşı, mürəkkəbə nümunə göstər. İgid vətən oğulları. Onlar. Bəs yaxşı, vətən üçün ölmək. Bu Burada sadə iki dənədir. Çünki orada üçün var, köməkçi nitqi səsi. Afərin. Əla. Oradan çıxardıb vətən və ölmək sözü. Düzdür. Sadə söz birləşməsi yəni. Yaxşı, söz birləşməsinin neçə tərəfi olur? İki tərəfi. Hansılardır? Əsas və aslı tərəf. Aha. Asas hansı tərəfdir? Aslı tərəf hansı? Əsas ikinci tərəfdir, aslı birinci tərəf. Hansı dəyişəndir? Aslı. Afərin.